konseptdir. Bax, Deyim də ki, konseptualdır, anlamaq. bilik olaraq konseptual, hə. Anlamaq, Ay anlamaq. sağ ol, anlamaq. Hı, hı. Yaxşı. Deyirəm ki, müasir texnologiyalar təsviri incəsənətin inkişafını təmin edir. Bax, müasir texnologiyalar təsviri incəsənətin inkişafını təmin edir. Cümləsində inteqrasiyanın növlərini de. Təsvir sənət var burada. Aha, Müasir texnologiyalar, həyatdan, bircə hə, dəqiqə. hə. Həyatdan onda bu fənlər, fən üstü var burada. Ay Fən sağ ol. üstü, bir Bir də də fənlər arası. ay sağ ol. Afərin. Afərin yeganə müəllimə qəşəng tapdın. Deyirəm ki, bu iş formasında şagirdlər iş forması, iş forması. Şagird nələrə diqqət etməli olduğunu bilir. İnkişaf səviyyəsini izləyir. Söhbət hansı iş formasından gedir? İnkişaf səviyyəsini izləyirsə də inkişaf səviyyəsini. Aha. Bu şeydir da, yəqin fərdi olar. Ay sağ ol. Afərin. Qəşəng yeganə müəllimə. Təşəkkürlər. Şirinova sən gəl. Əla müəllimə. Bilmirəm eləyə deyirsiniz ki, bax, hər şeyi də bilirsiniz. Yox, bilirəm, görmək test kimi lap yaxşı. Vizualdır da, sizdə daha çox vizual. Ay tamam. Şirinova, Bəli, indi sənə belə bir sual verirəm. verin. Deyirəm ki, konseptual biliyi formalaşdıran iş üsulu. Bax, konseptual biliyi formalaşdıran iş üsulu. Bu sualları yenə yazıram. Konseptual biliyi formalaşdıran iş Bax, üsulu. konseptual bilikdə nə var idi? Fərqləndirmə, qruplaşdırma. Bax, bir neçə iş üsulunda ola bilər, bir iş üsulunda yox. Hə. Qruplaşdırma qrup deyirsə əgər, burada akvariumda da qrup var. Yox. Tapşırığı qrupu. Xuraman müəllimə deyin. Venn diaqramı ola bilər, sonra klaster Ay. ola bilər. Mən də elə düşünürəm. Anlayışın çıxarılmasında da var. Anlayışın çıxarılması ola bilər. Nəticə çıxarma, qruplaşdırma Venn diaqramında da var. Müəllim, şeydə də var, müəllimə, sinifində də var. Ümumiləşdirmə var, nəticə çıxarma var, sinifində də var. Sinifində də var. Ay sağ ol. Bax, bunları Bəli. götürə bilərik. Bəli. Sonra əslində bax, məsələn deyirəm ki, şagird verilmiş mətndən isma aid olan cümlələrə aid nümunələr gətirir. İdrakın hansı mərhələsidir? Nümunələr gətirsə anlama mərhələsi deyək. Bilik olaraq nə götürək? Məntiqi təfəkkür. Məntiqi təfəkkür, doğrudur. Deyirəm ki, qiymətləndirmə təlim fəaliyyətinə əsasən aparılır. Fikri doğrudurmu? Bilirəm, bilik məntiqi təfəkkürdür de mənim üçün. Təfəkkürdür o. Bilik soruşmadı siz. Təfəkkürü məntiqi, təfəkkür olaraq məntiqi təfəkkür, bilik konseptual bilik, bilik konseptual. Sonra deyirəm ki, qiymətləndirmə təlim fəaliyyətinə əsasən aparılır. Fikri doğrudurmu? Təlim fəaliyyətinə əsasən doğrudur. Fəaliyyət yox. Doğru deyil. Xuraman müəllimə? Təlim nəticəsinə görə aparılır. Ay sağ ol. Təlim nəticəsinə əsasən aparılır. Təlim fəaliyyətinə görə yox. Deyirəm, bu iş formasında şagirdlərdə əməkdaşlıq, ünsiyyət qurma, təcrübələrini bölüşmə kimi bacarıqlar formalaşır. Söhbət hansı iş üsulundan gedir? Qruplarla olar. Ay sağ ol, qruplarla iş, doğrudur. Musayeva, siz gəlin. Bəli. Musayeva, deyirəm ki, müəllim dərs zamanı təlim nəticələrini şagirdlərə elan etmir. Şagirdlər təlim nəticələri haqqında məlumat almır. Söhbət hansı Smartın hansı bölməsindən gedir? Smartın hansı? Smartın nə idi?
S-sudur da, spesifik Bəli, Hə, bəli. spesifik. Şagirdlərə aydın olmalıdır, spesifik olmalıdır olmalıdır. təlim nəticəsi. Bəli. Deyirəm bu iş formasında daha çox rəy vermə bacarığı formalaşır, aktiv dinləmə var, empatiya hissinin formalaşması var. cütlərlə. Ay sağ ol, cütlərlə iş forması. Yaxşı. Deyirəm ki, söz analizi aparmaq hansı iş üsulunda? Söz analizi Freyer modeli. Freyer modelində. Yaxşı. Deyirəm şagird Hacıqara haqqında mühakimə xarakterli təqdimat hazırlayır. Hı -hı. İdrakın mərhələsi. Mühakimə xarakter, təhlil, Mühakimə yürütmə. Hardadır müəllimə? mühakimə yürütmə, fikrini söyləyir də, şagird öz fikrini, hə? Hərdə mühakimə yürüdür, münasibət bildirir. Dəyərlənmə. Bəli, dəyərləndirmə mərhələsidir. Doğrudur. Əslində təqdimat hazırlayıb, görüb, gedib məsələn tətbiqdə Yaratmaq. müəllimlər bəzən tətbiqdə götürə bilər. Təhlil. Hə, amma xeyr, çünki biz situasiyada ən çox, ən üstün səviyyəyə baxacağıq. Məsələn, bax belə bir situasiya, belə də sertifikasiyada bax belə bir situasiya düşmüşdü ki, şagird mətnə aid, indi sırf mən dediyim kimi deyil, amma yəni ona uyğun. Şagird mətnə aid nümunələr gətirərək münasibətini bildirdi. İndi burada hansı mərhələdir? Dəyərləndirmə ən yüksəyidir. Yox, Ən dəyərləndirmək, yüksəyi. Hə, münasibət bildirir. ay. Ay, Axırıncı cümlənin axırıncı sözünə baxırıq da, yəni. yox, axırıncıya baxmırsınız. Qəti. Cümlədəki Bəli, o ən çıxdığım bax, deyirəm ki, və yaxud belə deyə bilərəm. Deyirəm ki, şagird mətnə münasibət bildirdi və fikirlərini izah etdi. Nə götürəsiniz bunda onda? Anlamaq. İzah etmək. Təhlil. Bir də qulaq asın. Şagird Aha. mətnə münasibət bildirərək ay sağ ol. Mətnə münasibət Çünki bildirərək sözlərin yeri dəyişib sadəcə. Cümlənin yeri Əslində dəyişib. bax, indi mən sizə bir də Hə. izah eləyirəm. bir də Şagird deyin cümləni. mətnə, bax, şagird mətnə münasibət bildirərək fikirlərini izah etdi. İzah etdiyini gördü müəllim, qaçdı götürdü anlama. Bəs münasibət bildirir harda qaldı? Bəs Bildim. Bəs biz gərək şagird izah eləyək ki, o münasibətə gələ çıxada. Birinci axı ən yüksək səviyyədə münasibət bildirmək durur. Anlama aşağı təfəkkür səviyyəsidir. Münasibət bildirmək, dəyərləndirmə mərhələsi yuxarı təfəkkür səviyyəsidir. Siz situasiyada çalışın, üstün səviyyəni götürün müəllimlər. Bu şagird anlayıb ki, dəyərləndirəməyə qalxıb da, sən onu oradan yerə çırpa bilməzsən. Sən bir də qayıdıb onu Hə, aşağı tamam. təfəkkürə sala bilməzsən. Orada da elə o dəyərləndirmə mərhələsində də götürəcəksən. Bildim. Bax, bayaq verdiyim kimi Hacıqara haqqında mühakimə xarakterli. Mühakimə xarakterli şagird mühakimə yürüdürsə, bu dəyərləndirmə mərhələsidir. Mühakimə yürütmək, münasibət bildirmək, müdafiə etmək, təqdimat hazırlamaq deyək ki, tətbiqdir. Hə, sən tətbiq götürmə, mühakimə yürüdür. Bu şagird üçün ali dərəcədədir. Yüksək səviyyədədir. Ona görə. Sonra Bildim. Musayeva danışdı, eləmi axırıncı? Bəli. Musayeva, bir dənə də sual verim. Əldə etdiyi məlumatları öncə yoxlayıb, sonra onlara düzəliş etdi. Daha sonra hansının düzgün olduğunu müəyyənləşdirdi. İdrakın mərhələsi. Bir də oxuyum müəllimə. Əldə etdiyi məlumatları öncə yoxlayıb, sonra onlara düzəliş etdi. Daha sonra hansının düz olduğunu müəyyən etdi. Anlamadır da. Mən deyim, əgər Bir düzdürsə. xatirə müəllimə. Təhlil ola bilər, müqayisə edib. Bəli. Mən də elə Bax, daha sonra hansının düzgün olduğunu müəyyənləşdirdi. Müqayisə. Burada səhvlər var, burada düzgünlər var. axtarış var. Axtarış yoxladı, birini çəkdi. Düzgünləri çəkdi önə. Oldu təhlil mərhələsi. Bəli. Sonra gəlsin Lalə Sultanova qoşulmadı, eləmi dərsə? Xatirə müəllimə siz gəlin. Deyirəm bu iş formasında xaotik səs-küy yarana bilər. Hansı iş formasıdır? Karusel, sinif aktiv olur. İş üsulundan söhbət getmir, iş forması.
Hansı iş formalarımız var Xatirə müəllimə? Qrupla var, fərdi var, bir də Aydın. cütlərlə. Aha, Kollektiv qrupla, var. kollektivlə. Siniflə. Siniflə iş. Afərin. Siniflə iş. Şagirdlər arasında rəy vermə bacarığı var. Bu iş Nəyi üsulunda, bu iş formasında şagirdlər arasında intriqa olarsa effekti vurmaya bilər. Maşallah, maşallah. Cümlə deyin, uyğun Yeganə bir də. müəllimə. Bu şey diyorum ki müəllim, cütlərlə işdir. Cütlərlədir, canım mənim. Bəli, cütlərlə. O, Xatirə müəllimə, birini bilmədiniz də qan olmadı ki, bilmədiniz. Bu heç nə olmaz ay Xatirə müəllimə, nə olur ki? Ay yox, iddialı müəllimlər belədir də, hamısını bilirlər. Başqa variant yoxdur. Yaxşı. Xatirə müəllimə, deyirəm ki, problemli situasiya verilir, vəziyyətdən çıxması üçün fikirlər alınır. Hansı iş üsulundan söhbət gedir? Beyin əmrəsidir. Afərin. Deyirəm bu iş üsulu işarələr sistemidir, qeyd etmə sistemi. İnsert. Afərin. Deyirəm bu iş üsulu daxili qrup, xarici qrup var. Akvarium. Problem həll etmə bacarığı hansı iş üsullarında var? Elə o da beyin həmrəsində də var idi deyəsən. Var, sonra Sonra bir də viçalə, sinetka. sinektika, ay sağ ol. Qoymadım desin. Sinektika. Bir də qərarlar Sonra arasında şeydə var. də var, müəllimə. Hə. Qərarlar arasında da var. Bəli, Qərarlar arasında qərarlar da var. arası. Beyin əmrəsi sinektikada. 4 M1 kağızda da var. 4 M1 kağız. Onda da var. Zigzagda da var problem həll etmə. Netkada da var, beyin əmrəsində də var. Zigzagda yoxdur. Zigzagda Müəllimlər, Yox. zigzagda Zigzagda yoxdur. yoxdur. Zigzagda böyük Zigzag mətnin qısa qısa şəkildə variantında bir-birlərinə öyrənib danışırlar qruplar şəklində. Hər qrup bir variant öyrənir. Mən Doğru. Aygün kimya burada yoxsa çıxdı? buradayam müəllimə. Hə, Aygün müəllimə. Qiymətləndirmə meyarları neçə səviyyədə aparılır? 4 səviyyədə müəllimə. Ay sağ ol. Təlim nəticəsi formalaşdırılan zaman müəyyən zaman nəzərə alınmalıdır deyəndə SMART-ın nəyi nəzərdə tutulur? Hısı, time. Şagird hədəfə çatması nə asanda olmalıdır, nə də çətin olmalıdır. Bu SMART-ın nəyidir? Asın. A-sıdır. Gündəlik planlaşmaya nələr daxildir? Gündəlik planlaşmaya təlim nəticəsi, qiymətləndirmə meyarı, öyrənmə fəaliyyəti, üsullar, iş üsulu, təlim strategiyası belə deyim də bir dəfə. Sonra qiymətləndirmə, refleksiya. Ay sağ ol. İnteqrasiya. Bunlar alt standart. Alt standart, bəli. Ay sağ ol. Yaxşı. Deyirəm ki, şagirdlərdə vətənpərvərlik hissini aşılayır. Verilmiş təlim nəticəsi doğrudurmu? Şagirdlər müəllimin elədiyi xeyr. Ay sağ ol. Doğru deyil. Çünki təlim nəticəsi şagirdin fəaliyyətinə yönəlməlidir. Müəllimin yox. Vətənpərvərlik hissi nümayiş etdirir. Doğrudur, yanlış yanlış. Bu doğru. Ay sağ ol. Doğrudur. Bəs təlim nəticəsi stativ feillərlə ifadə olunmalıdır. Dinamik feillərlə ifadə olunmalıdır. Ay sağ ol. Bu iş üsulunda bir qrup təsdiq, bir qrup təksif var. Hansı iş üsulundan söhbət gedir? Ay sağ ol, doğru. Qəşəng Aygün müəllimə. Ayda müəllimə siz gəlin. Bəli, müəllimə. Müəllim dərsin məqsədini müəyyən edərkən şagird nə öyrənəcək yanaşmasında olmalıdır. Fikri doğrudurmu? Nə öyrənəcək yanaşmasında yox. Nə keçəcək yanaşmasında olmalı. Müəllimə. Vüsalə. Necə öyrənəcək? Hə, necə də müəllim? Müəllimə, sualı bir təkrar eləyim, mən o sualı bir... Müəllim dərsin məqsədini müəyyən edərkən şagird nə öyrənəcək? Müəllim nə keçəcək yox, şagird nə Hə, öyrənəcək? necə keçəcək? Necə öyrənəcək? Bu əslində doğru. Mən o deyirəm, müəllimə necə öyrənəcək? Hə, bax, nə öyrənəcək? Şagird nə öyrənəcək? Müəllim nə keçəcək yox. Məzmuna aid. Şagird məzmunumuza. Bəli, ona görə doğru fikirdir. Məzmun. Verilən mətni ümumiləşdirir.
verilən mətni ümumiləşdirir. Təlim nəticəsi doğrudurmu? Verilən mətni ümumiləşdirir. Şagird ümumiləşdirir müəllimə. Mhm. Bəli. Bəli. Nə olacaq? Doğru, yanlış. Doğru, doğru. Doğrudur. Ay sağ ol. Yaxşı. Şagirdlərdə vətənpərvərlik, milli bəşəri dəyərlər formalaşdırır. Təlim Müəllimə nəticəsi. formu. Ya müəllimədir bu. Şagird eləməlidir. Səhvdir. Ay sağ ol. İndi deyirəm ki, baxdığınız film qəhrəmanlarının vacib mənəvi keyfiyyətlərini izah edin. İdrak taksonomiyanın hansı mərhələsidir? Təhlil. Vacibdir, təhlildir. Ay sağ ol. Qəşəng. Ayda müəllimə super. Çox qəşəng. Deyirəm ki, müəllim qiymətləndirməni öyrənmə fəaliyyətinə uyğun müəyyən etdi. Doğrudurmu? Müəllim öyrənmə fəaliyyətinə uyğun, təlim nəticəsinə uyğun, amma müəllim öyrənmə fəaliyyətinə eləyə bilər də müəllimə. Yeganə. Təlim nəticəsinə uyğun olmalı. Qiymətləndirmə. Yəni bilirsiniz mən necə Ayda başa müəllimə. düşürəm. Deyirəm ki, məsəl üçün təlim fəaliyyəti müəllim təlimi fəaliyyətini müəllim eləyir də, çünki fəaliyyət qoyur ki, necə eləyəcək. Yox, bax, O müəllimə. mənada inanmışdım. Bax, əzizlərim, geriyə planlamanın 3 hissəsi var. Təlim nəticəsi birinci yerdə dayanır. İkinci yerdə qiymətləndirmə, üçüncü yerdə öyrənmə fəaliyyəti dayanır. Hə, onu bilirəm və müəllim. Bunları birincini, ikinci, üçüncünü, ikinci deyə bilmərik. Və nə edirik? Ən üstdə dayanan təlim nəticəsidirmi? Bizim öyrənmə fəaliyyətimizdə, qiymətləndirməmiz də ən üstdə dayanana tabedir. Yəni qiymətləndirməmiz təlim nəticəsinə uyğun müəyyən edirik, öyrənmə fəaliyyəti. Harda görsən ki, müəllim qiymətləndirməni öyrənmə fəaliyyətinə uyğun eləyir. Müəllim öyrənmə fəaliyyətini qiymətləndirməyə uyğun aparır. Yanlışdır. Müəllim öyrənmə fəaliyyətini təlim nəticəsinə uyğun aparır. Müəllim qiymətləndirməni təlim nəticəsinə uyğun aparır. Yəni aşağıda durana tabedir, ən yuxarıda durana. Bunu lap belə loru şəkildə belə desək, yəni hər ikisi təlim nəticəsinə biz uyğun aparırıq. Hamı başa düşürənlərdir müəllimə. Hə, bunları yeni yazmışam bu sualları. İndi hər dəfə şey elədikcə bu planlaşmaya uyğun suallardır. Bax, gündəlik neçə təlim nəticəsi qoya bilərik Ayda müəllimə? 2, 3, ən çox 3. Ay sağ ol. Bax, deyirəm ki, Ayda müəllimə bölməni bitirdikdən sonra tapşırıqlar müəyyən elədi şagirdləri qiymətləndirmək üçün. Bu zaman bölmədən kənar suallar saldı ora. Hansı prinsipi pozdu? Uyğunluğu pozuram müəllimə. Bəs yaxşı, deyirəm ki, şagird növbəti deməli summativ qiymətləndirmədə həmişə 60-dan 3 alıb, növbətidə 90-dan 5 alaraq nəticədə davamlı. Nəyi pozdu? Etibarlılığı pozdu, doğrudur. Doğru. Yaxşı, iş üsullarından da verim. Şagirdə şəxsi konseptual anlayışı qurmağa, ideyaları əsaslandırmağa xidmət edir. Hansı iş üsuludur? Şəxsidirsə beyin həmləsi. Yox, ideyaları əsaslandırmaq, şəxsi konseptual anlayışı qurmağa. Allah, hardaydı şəxsi? De. Müzakirə. Tapa bilmədim adını. Bir dənəsində verirəm, səmərəli mütaliə. Hardadır? Səmərəli mütaliə. Bilmədim, yadımdan çıxdı. İynə başlayır. Qeyrolma. Insertdir. Insertdə elə kodunu yadımda saxlamışam. Səmərəli mütaliəndə o nə? İşarələr də var, səmərəli də var, simvol da var. Bəli, bəli. Səmərəli mütaliə. Ülkər müəllimə burada. Ülkər müəllimə. Eləmi? Hə. Belə. Maşallah ona qalıb. 8-dən oturmuşuq. Heç vaxtın getdiyini hiss eləməmişim.